Salam. Bugünkü videoda mən Mega Giriş kitabından Birləşmə Nəzəriyyəsinə aid olan mövzudan 85-ci testin sualının izahını verəcəm. Demək, burada deyir ki, adi qaydanı həll etmək biraz mürəkkəbdir, bunu həll etməkdə. Amma bu iki dənə xassiyəni tətbiq etsəniz, çox rahat şəkildə yaza bilərsiniz. Birinci hansıdır? Kombinizon n-dən k bərabərdir kombinizon n-dən n minus k. Məsələn, kombinizon 10-dan 8 bərabərdir kombinizon 10-dan 8 çıxıram 2. İkinci bir düstur deməkdə belə düstur kimi deyək. Kombinizon çox səmərəlidir. Bu n-dən k plus kombinizon n-dən k minus 1. Gördüğünüz kimi bunlar eynidir. Bu ise bundan bir vahid böyükdür. Bu olacak kombinizon. Bak bu n'yi bir vahid artırıram. N plus 1. Burada ise bu k minus 1 k. Böyüğü götürürüm k. Mesela kombinizon 8'den 5. Üstteki kombinizon 8'den 6'dırsa onda kombinizon 8'in üstüne bir gelelim 9'dan 5'in altının arasında böyüğü 6'dır. Yazım 6'nı. Bak bu xassiyəni tətbiq edəcəyik. İndi gəlin misalımıza baxaq. Buradan kombinizon n'dən 5. Yox, n'dən 4. Üstə gəl 2 kombinizon n'dən 5. Üstə gəl kombinizon n'dən 6 bərabər 28 verib n'i soruşur bizdən. Deməli, öncə burada 2 dənədir. Bunu ayrı-ayrı yazacağım. Kombinizon n'dən 4. Üstə gəl kombinizon n'dən 5. Üstə gəl kombinizon n'dən yenə 5. Üstə gəl kombinizon n'dən 6 bərabər 28. Bax, bu xassiyəni tətbiq edəcək. Bax, bu ikisini alalım ki, kombinizon n plus 1'dən 5. Bu ikisini alalım. Kombinizon n plus 1'dən 6 bərabər 28. Yenə bu xassiyəni, bax, bu ikisini, bax, bu xassiyəni tətbiq edirəm. Kombinizon n plus 1'in üstünə bir gələm. N plus 2'dən 6 bərabər 28. İndi mən 28'i neyəcəm? Yazsın belə 28 mən bildim ki, bu 7 vur 4'dür. Yəni 7 vur 8 böl 2'dir. Bu ise kombinizon 8'den 2 deməkdir. Kombinizon 8'den 2'də, bax, bu xassiyəni tətbiq edəsək, alıram ki, kombinizon 8'den 6'dır. Demək, nəticədə aldım ki, kombinizon n plus 2'den 6 bərabərdir kombinizon 8'den 6. Onda belə çıxır ki, bunlar hər ikisi 6 olduğuna görə belə çıxır ki, n üstə gəl 2 8'dir. Əgər n üstə gəl 2 8'dirsə, onda n də 6 olacaq. Cevap 6, o da A variantında olacaq.